Kəndlərdən Bakıya axın var. Deputat deyib. Hörmətli deputat, millət vəkili, siz indi deyirsiniz, biz 15-20 ildir hayqırırıq, qışqırırıq. Deyirik ki, kəndlərdə, bölgələrdə adamlar qalmayıb. Hamısı qapılarının üstünə bir dənə qara qıfıl asıb, dönüblər. Hamı mərkəzə, paytaxta gəliblər, yerləşiblər, məskunlaşıblar. Təbii ki, lazımdır. Ay, görək bizim media istinad edirəm. O da Telegraf.az istinad edir ki, Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruç komitənin bugünkü iclasında çıxış edib, kəndlərimizlə bağlı. O qeyd edib ki, Azərbaycanda 4200-dən çox kənd var. Bəli, kəndlərdən üzü rayon mərkəzində, oradan isə Bakıya böyük axın var. Kəndlərin miqrasiya səbəbindən boşalması ciddi problemlərə gətirib çıxarır. Ona görə düşünürəm ki, gec olmadan ucqar sərhəd kəndlərinin inkişafı ilə əlaqədar dövlət proqramı hazırlanmalıdır. Təbii ki, normal qaz olmalıdır, normal işıq olmalıdır, normal iş yerləri olmalıdır. İnsanların təbii ki, birinci rifahını nəzərə almaq lazımdır. Ucqar kənddə yaşayan insanlar həkimə getmək üçün, təbii ki, yollar normal olmalıdır. Yenə də deyirəm, insanları qane etməlidir də. Bax, bunlar qane etməlidir vətəndaşı, Azərbaycan kişisini, Azərbaycan qadınını. Onlar da kənddə yaşamalıdır. Deyir ki, biz ambulansa zəng vururuq, deyirlər o kəndə gələ bilmərik. Bəzən belə açıqlamalar da verirlər. Çünki yollar kələkötürdür, çuxurdur, nədir? O şəraiti yaratmaq lazımdır. O insanların gözəl yaşaması üçün, rifahı üçün o şəraiti yaratmaq lazımdır. Statistik məlumatlara görə Azərbaycanda 4 rayon, 11 respublika tabeli şəhər, 6 rayon tabeli şəhər, 12 şəhər rayonu, 262 qəsəbə, 190 qəsəbə ərazi dairəsi, 40 sahə ərazi dairəsi, 1724 kənd ərazi dairəsi və 4244 kənd var. Ərazisinə görə ən böyük rayon Quba, ən kiçik rayon isə Tərtər rayonudur. Təbii ki, şəraitlər yaradılmalıdır ki, insanlar axın etməsin.